Bismillahirrahmanirrahim. Vessalatu vesselamu ala Resulina Muhammed ve ala alihi ve sahbihi ecma'in. Allahümme allimna ma yenfa'una ve enfa'na bima allamtana ve zidna ilmen ya kerim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Deməli, dəyərli müsəlmanlar, biz artıq 3-cü dərsdəyik. Zad Akademiyasının əqidə dərsliyində ikinci kitabında, ikinci cildində, belə deyək. Deməli, bugünkü mövzumuz iki mövzu olacaq. Hamısı Uluhiyyə tövhidinin fəslindəyik biz, birinci fəsildə. Bugünkü mövzumuz La ilahe illallah kəlmə-i tövhidin mənası və sonra da həmən kəlmənin şərtləri. Həmən kəlmənin şərtləri. Deməli, ən birincisi, burada da şeyhimiz dediyi kimi bir giriş eləmək. Hər zaman ara sıra xatırladırıq. Burada tam yerində də xatırlatmışdı. Niyə görə mənasını keçəndən qabaq, şərtlərini keçəndən qabaq. Yəni, deyir, bugünkü gündə gördüyümüz müasir hamımız görürük. Bugünkü gündə gördüyümüz, yəni özlərinə müsəlman deyənlərin nəinki günah və s. hətta şirkə, küfrə düşdüklərinin səbəbi, məsələn, günahın artmasının səbəbi, bidətlərin, fisklərin, fücurun, hər şeyin artmanın səbəbi ən başda deyir, cəhalətlə bağlıdır. Ən başda cəhalətlə, bilməməklə bağlıdır. Ən başda. Sonra şübhəsiz indi bilib əməl eləməyənlər də var. Və həmçinin əlavə eləyir ki, bu elm əhli və elm tələbələrinin də öz vəzifələrini yerinə layiqincə yetirməməklə də bağlı ola bilər. Yəni, lazım, məsələn, cəhalətlə bağlıdırsa, o cəhaləti ortadan kim qaldırmalıdır? Onlar özləri qaldırmırsa, özləri öyrənmirsə, ən azından çatdırmaq. İndi qəbul edərlər, etməzlər artıq. O başqa məsələ. Amma ən azından çatdırmaq, o küfürsə küfür olduğunu, şirksə şirk, bidətsə, hər hansı bir böyük və yaxud kiçik günahdırsa, bunların hamısını açıqlamaq, hamısı elm əhlinin birbaşa vəzifələridir. Çünki onlar peyğəmbərlərin ümumiyyətlə və Muhammed sallallahu aleyhi ve sellem xüsusilə nədir? Varisləridir. İki varisləridir. Yəni, bu mövzu ilə bağlı belə biraz toxunulmuşdu. Ondan sonra biz keçək, çünki bugünkü dərs biraz uzundur. Hamısını çatdıra bilək deyə mətndən çox ayrılmayacaq, ancaq şərhlər edəcək. Deməli, tövhid kəlməsinin, həmçinin ixlas kəlməsi də deyirlər buna. Mətni gətirim. Deməli, tövhid kəlməsi ilə ilahe illallahın mənası bugünkü mövzumuz. Mövzumuzun iki mövzudan biri. Deməli, la ilahe illallah xalis tövhid kəlməsidir. Xalis tövhid, yəni tərtəmiz, heç bir qaçışıqsız, yəni şirk və s. qaçışığı olmadan xalis, tərtəmiz bir tövhidin kəlməsidir həmən o la ilahe illallah, la ilahe illallah. Həmçinin buna görə də ona kəlmətül tövhiddən başqa kəlmətül ixlas, ixlas kəlməsi də deyirlər. İxlas kəlməsi də deyirlər. Alimlər, hətta İbn Rəcəb el-Həmbəli, rahimullah, Hafiz İbn Rəcəb nədir? Həmən o ixlas kəlməsi deyə adlı kitab təlif etmişdir. Sonra Allahın öz bəndələrinə, deməli, fərz etdiyi ən əzəmətli fərzdir, həmən o kəlmə-i tövhid və dindəki yeri başın bədəndəki yeri kimidir. Yəni, ən əzəmətli fərz, Allahın fərz etdiyi, vacib buyurduğu şeylərin içində ki, bu keçən dəfə testlərdə düşmüşdü, mütləq olaraq qeyd və şərsiz ən fəzilətli, ən üstün əməl hansıdır? Tövhid. Heç bir qeyd, yəni ixtilafsız, şərsiz, nə namaz, nə digər, istər qəlbi, istər bədəni, istər mali ibadətlərin heç biri tövhidlə bir deyildir. Ən başda, ən fəzilətli əməl heç bir qeyd və şərtsiz tövhiddir. Deməli, Allahın da təbii olaraq da nədir? Yəni fərz etdiklərin, bütün nə qədər fərzlər ki var, fərz bir deyil, iki deyil, fərzlər, vacibatlar çoxdur. Onların içində ən əzəmətlisi, ən önəmlisi, ən böyüyü həmən o tövhid kəlməsidir və onun dindəki yeridir, başın bədəndəki yeri kimidir. Yəni, necə ki, bir başsız bədən yaşaya bilməz, hətta rəsimləri çəkmək məsələsində alimlər ixtilaf edərkən bəziləri nə deyir? Yəni, o bədənin bir yeri ki, o tək başına, məsələn, rəsim çəkilən bədən, canlı insanın, heyvanın bədəni, o çəkilən şəkildə yaşaya bilməzsə əslində, məsələn, başı yox, məsələn, başsız insan yaşaya bilər və yaxud da hər hansı bir heyvan yaşaya bilməz. Deməli, yəni,
ihtilafdır. Bu dediğim gibi bu meselelerde özellikle bizim mövzumuz əqidədir. Yani fikri əhkamlar olarak çıxarmayaq, onu bir şey kimi qəbul etməyək ki, değildi ki bu caizdir, deməli caizdir. Yox, bu sadece misaldır. Başın bədəndəki yerini bilmək üçün bir misaldır ki, necə ki başsız bədən yaşaması mümkün değil. Ona göre deyirlər ki, bu artıq canlı bir şeyin rəsmi deyil deyənə rəsmin çəkimi olar deyənlər var. Deyənlər var. Doğrusunu Allah bilir. Deməli nədir? Başsız bədən mümkün olmadığı kimi yaşaması həyatı, o cür nə də nə dinin də tövhidsiz olması mümkün değil. Dinin, İslam dini tövhidsiz, tövhid yoxsa deməli İslam dini yoxdur. Ona görə nədir? Bədəndəki başın yeri kimidir. Onun, yəni kəlmə-i tövhidin dində olan yeri. Sonra deməli onun fəziləti haqqında olduqca, yəni kəlmə-i tövhid, tövhid kəlməsi ilə ilahe illallahın fəziləti, üstünlükləri haqqında olduqca çox naslar varid olub ki, nas dediyimiz nə? Etiqad mövzusunda biz deyirik, əsas Quran və hədis nəzərdə tutulur. Quran ayələri və hədislər nəzərdə tutulur ki, bu naslarda olduqca çox varid olub, yəni gəlib və onlardan bəzilərini sadəcə burada zikr olunacaq. Məsələn, Buxari və Müslimin Abdullah ibn Ömərdən radiyallahu anhuma rivayət etdikləri hədis. O dedi, yəni Abdullah ibn Ömər radiyallahu anhuma dedi ki, Rasulullah sallallahu aleyhi və səlləm belə buyurdu. İslam 5 üzərində qurulub, yəni 5 sütun, 5 əşya, 5 dirək üzərində qurulub, bina edilib. Sonra 2 nöqtə nə? Onları sadalayır. Yəni həmin o 5 şeylərin adlarını zikr edir ki, birincisi nədir? La ilahe illallah və Muhammed Rasulullah'a şahidlik etmək. Yəni Allah'tan başqa haqq məbud yoxdur və Muhammed sallallahu aleyhi ve sellem Allah'ın Resuludur. Buna şahidlik etmək, şəhadət edirəm. Bax, bu ən birincidir. İslamın üzərində qurulduğu 5 şeydən ən başda olanı. Bu da nədir? Birbaşa kəlmə-i tövhiddir. Dediyiniz kimi, gördüyünüz kimi, la ilahe illallah. Ondan sonra nə gəlir? Ona şahidlik etməkdən sonra namazı iqamə etmək, yəni namazı doğru dürüst yerinə yetirmək. Biz bəzi dərslərimizdə demişdik ki, əslində bəzi mənaca tərcümələrdə belə namaz qılmaq ayrı bir şeydir. Namazı iqamə etmək, ərəbcə məsələn o köklü feillər, söz yaxud məsdər gələndə namazı iqamə etmək. Bu namazı doğru dürüst bütün şərtləri ilə, rükunları ilə, fərzləri, vacibləri ilə yerinə yetirməkdən danışılır. Sadəcə qılmaq yox. Ona görə qılmaq yəni buna aid deyil. Ona görə nədir? Sadəcə insan namazı iqamə etməyən insan doğru dürüst həmən o namazı iqamə edin əmrini yerinə yetirmiş sayılmaz. Ona görə görsəniz qorxu namazı haqqında məsələn Quran ayələrində keçəndə düşməndən və yaxud vəhşi heyvandan qorxduğunuzda orada iqamə etmək yox, namaz qılmaq deyilir. Orada çünki bəzi hətta rükunları yəni rüxsətdir, icazə verilir məsələn onları tərk etməyi bəzi məsələn qiyamdır və yaxud da ki xuşudur və yaxud da ki kim xuşunu ruku sayırsa deməli itminandır məsələn və s. Bunlar nədir? Həmən o orada tərk olunur. Tərk olunur. Yəni zərurət hal olduğu üçün tərk olunur. Ona görə o namaza Allah Subhanahu teala Quranda namazı iqamə etdiyiniz zaman deyil, namazı artıq qıldığınız, sadəcə qıldığınız zaman sözü keçir. Yəni, onu qıldıqdan sonra artıq Allahı ayaq üstə və s. nədir? Zikr edin keçir. Amma namazı iqamə etmək, dediyimiz kimi bütün şərtləri, rükunları, vacibləri hamısı yerinə yetirilməklə qılınan namaza deyilir ki, namaz iqamə olundu yəni. Sonra deməli bu İslamın ikinci rükünü idi. Ən birincində la ilahe illallah və Muhammed Resulullah'a şahidlik etmək, namazı iqamə etmək, zəkatı vermək, həcc etmək və oruç tutmaq. Bu 5 şey üzərində qurulmuşdur ki, bunların ən birincisi gördüyünüz kimi kəlmə-i tövhiddir. Kəlmə-i tövhiddir. Peyğəmbər həmçinin belə buyurub sallallahu aleyhi ve sellem. Başqa bir hədisdə mənim və məndən öncəki peyğəmbərlərin dediyi ən xeyirli söz Allah'tan başqa haqq ilah yoxdur. Yəni la ilahe illallah. O təkdir, onun şəriki yoxdur. Vahdehu la şərikə ləh. Yəni mülk yalnız ona aiddir. Həmd də
yani mülkdə olduğu kimi həm də yalnız ona məxsusdur. Həmin o ləhul mülk və ləhul hamd və huve alə kulli şeyin qadir. O hər şeyə qadirdir. Həmin o zikir nədir? Peyğəmbərimiz sallallahu əleyhi və səlləm həm onun, həm də ondan öncəki peyğəmbərlərin ki, insanların, ümmətlərin ən xeyirləri kimlərdir? Peyğəmbərlər. Ki onların da dedikləri ən xeyirli söz bu sözdür. Həmin o la ilahe illallah başda gəlir. Vahdehu la şərikə leh, lehul mülk və lehul hamd və huve alə kulli şeyin qadir. Bu nədir? Hamısı onun kəlmə-i tövhidin fəzilətini bildirən dəlillərdir, misallardır ki, onlardan biri nə olur? İslamın üzərinə qurulduğu 5 sütunlardan ən birincisidir. İkinci hədisə əsasən nədir? Həmin o bütün peyğəmbərlərin dedikləri ən xeyirli sözlərdəndir və ən xeyirli sözün içində də görürsünüz, başında gəlir. Bu hədisi, həmin son oxuduğumuz hədisi Tirmizi rivayət etmiş, Albani'də Həsən saymışdır. Burada Şeyx Abdurrazak Əl-Badrın, Hafizullah, şeyximizin dediği söz yadıma düşdü. Hər zaman görürsünüz namazdan sonraki yeni zikirləri, fikir verin. Məsələn, nə gəlir birinci? Həmən kəlmə-i tövhidlə bağlı zikirlər gəlir. La ilahe illallah vahdehu la şərikə leh, lehul mülk və lehul hamd. Bu az öncə dediyimiz və yaxud başqa zikirlər gəlir. Yəni neyi bildirir? Bütün Allah Subhanahu taala bütün həyatımızı, ibadətləri elə yəni əmr etmişdir, elə yəni bizə bildirmişdir ki, hamısı başdan ayağa namazdan tutmuş, namazdan öncə azan olsun, iqaməsi olsun, namazdan sonraki zikirlər olsun, səhər və axşam zikirləri olsun. Yəni istər dəstəmazdan öncə Bismillah deyir, dəstəmazdan sonraki, yəni bütün yeməkdən öncə yemək, hamısı tövhidlə bağlıdır. Hamısı birbaşa tövhidlə bağlıdır. Dediyimiz kimi ya tövhidin əsli ilə bağlıdır, ya tövhidin məsələn vacib və yaxud müstəhəb yönləri ilə bağlıdır, amma hamısı tövhid ətrafında dönər. Bu ikinci hədisi idi oxuduğumuz, Tirmizi rivayət etdiyi. Sonra deməli mənasına gəldikdə isə, la ilahe illallah mənasına gəldikdə isə Allahdan başqa ibadətə layiq heç bir məbud yoxdur. Mənası budur. Yəni Allahdan başqa ibadətə layiq heç bir məbud yoxdur və yaxud Allahdan başqa haqq məbud yoxdur. Haqq burada nədir? Yəni həqiqi ilah mənasında, həmin o ilahiləşdirilməyə haqqı çatan mənasında. Yəni bu cür, hər cür məna eynidir. Bu cür fərqli sözlərlə, ərəbcədə yəni fərqli sözlərlə deyilir. Ən qısa deyirlər, Allahdan başqa haqq məbud yoxdur. Allahdan başqa haqq məbud yoxdur. Yəni ibadətə layiq heç bir məbud yoxdur. Burada bəzi izahlar var, ərəb dilindən bağlıdır. Biz onu əgər dərsimizdə vaxt qalarsa, biraz dərs çoxdur, vaxt qalarsa onları da izah edər. Bu la ilahe illallah kəlməsinin eyrabına dairdir. Orada yəni cinsi nəfi edən la, onun ismi hansıdır, xəbəri məhzufdur və s. Buna dair ərəbcə bilməyənlər üçün o qədər faydası yoxdur. Yəni bunu axıra saxlayaq, əgər vaxtımız olsun. Deməli, la ilahe illallah mənası bu oldu qısa olaraq. Allahdan başqa haqq məbud yoxdur. Tövhidin rükunlarında keçdiyi kimi, əvvəl biz çünki ən başda birinci cilddə nə? Tövhidin rükunlarını keçmişdik. Orada keçdiyi kimi o, yəni tövhid iki əsas rükundan oluşur. İki əsas rükundan ibarətdir. Tövhidin rükunu var. Rükun biz nə dedik? Əşyanın üstünə, məsələn, masanın ayaqları masanın rükunu sayılır. O, birbaşa o neyin rükunudursa onun içindən sayılır, onun özündən sayılır. Yəni əməlsə əməlin içində, məsələn, Fatihə namazı rükunudur, qiyam, rüku namazın içindədir. Bir də var şərtlər. Şərtlər nədir? Həmən, yəni o neyin şərtidirsə onun xaricində ola bir şeydir. Məsələn, dəstəmaz. Namazın içində dəstəmaz almırıq ki, namazdan qabaq alırıq. İndi bu da həmin o la ilahe illallahın tövhid kəlməsinin rükünü var idi. Özündən olan nə idi? Əsas iki rükünü var idi. Onlar isə nədir? Nəfi və isbat. Yəni inkar, bir şeyi inkar edirsən, bu yoxdur deyirsən və digər şeyi isbat edirsən, deyirsən bu var. Nəfi və isbat. Nəfiyin mənası uca Allahdan başqa bütün növ məbudları tərk etmək.
Biz deyəndə ki, la ilahe illallah nəfi var və isbat. Orada neyi nəfi edirik, neyi isbat edirik? Yəni, bu insan bilməlidir. Yəni, burada nəfi edəndə neyi nəfi edirik, neyi inkar edirik, nələr yoxdur deyirik? Allahdan başqa bütün növ məbudlar. Bütün canlı, cansız, yəni nə olursa olsun bütün növ məbudları tərk etmək. Bu nəfidir. Həmin o rükunların, iki rükundan birincisi. İsbatın mənası isə nədir? Həmin o tövhid kəlməsində isbat tərəfi hansıdır? Tək Allahı rəsulların, bütün rəsullar məsələn, dilləri ilə məşru qıldığı, yəni onların dili üzərindən, onların vasitəsilə məşru qıldığı, yəni şəriətdə, qanuni şəriətdə göndərdiyi nədir? Qıldığı sözü oxuya bilmirik. Məşru qıldığı şəkildə hərfini. Deməli, məşru qıldığı şəkildə, yəni şəriətdə qoyduğu şəkildə rəsulların dilləri ilə Allah neynir? Onların dili ilə məşru qıldığı şəkildə bütün növ ibadətlərdə tək saymaq. Yəni Allahı bütün növ ibadətlərdə tək sayırsan, həmçinin necə? Rəsullarla göndərdiyi şəriətə uyğun, qısa olaraq belə deyək. Yəni sadəcə tək saymaq yox, üstəlik də həmin o göndərdiyi şəriətə əməl etməklə, həmin o peyğəmbərlərin vasitəsilə göndərdiyi şəriətə əməl etməklə nədir? Bütün növ ibadətlərdə, nə olursa olsun, bütün ibadətlərdə Allahı tək saymaq. Bu nədir? Bu isbatdır. Deməli, Allahdan başqa bütün növ məbudları tərk edirsən və ibadətlərin bütün növlərində Allahı tək sayırsan, həm də ki, bidət şəklində yox, istədiyin şəkildə yox, rəsullarla göndərdiyi şəriətə uyğun şəkildə nədir? Həmin o Allahı tək sayırsan. Sonra, əvvəl də o vaxt keçən bu cilddə dediyimiz nədir? Ət-təxliyə və təhliyə var idi, ət-təcrid və təvhid var idi. Yəni, əvvəl həmin o nəfi birinci gəlir, sonra isbat gəlir. Ayələrin bir çoxunda, demək olar çoxsunda ən birinci nəfi gəlir, yəni inkar, sonra isbat gəlir. Çünki demişdik nə? Ən birinci insan edəcəyi bir işdən əvvəl o işə mane olan bütün maniyələri ortadan qaldırmalıdır ən birinci. Ondan sonra işə başlamalıdır. Necə ki, namaz qılacaqsan, ən birinci yerli, üstü, bədən olsun, paltar olsun, nəcisdən təmizləyirsən, ondan sonra namaz qılırsan. Yoxsa nəcis içində, üstündə nəcis ola namaz qıldığın icma ilə batildir. Yəni, şübhəsiz zərurət yox və s. Hətta Həmbəli məzəbinə görə nəcis varsa, hətta paltarsız qılırsan namazı. Paltarsız qılırsan namazı. Belə bir şeylər də var. İndi təfsilata girməyək. Mövzu fiqhi məsələ deyil. Ümumiyyətlə deyirəm, yəni nə qədər ona önəm verirlər ki, deməli üstündə nəcis ola, həmən o namazını batil edən bir şeylər, maniyələr ola, namaz qılmaqla sən namaz qılmış sayılmırsan, namaz batildir, səhih deyil. O cümlə də tövhidə, yəni mani olan, tövhidi batil edən və s. bu şeylər ola, yəni nə qədər la ilahe illallah kəlməsini desən də heç bir faydası yoxdur. Ona görə ən birinci nəfi gəlir, həmin təxliyə dediyimiz, birinci təxliyə edirsən, təcrid edirsən, ondan sonra etdiyin əməli edirsən. Sonra burada nəfi mənasını oxuduq. Burada belə bir işarə qoyduq. Bu nədir? Həmən o keçən cilddə bizim dediyimiz zənginləşdirici fayda. Sadəcə kitabda bu cür işarət olsa da bir xəzinə işarəti var, xəzinə sandığı, amma həmən söz yazılmadığı üçün biz də yazmırıq. Amma eyni növ bəzən dərslərdə yəni mövzuya dair belə zənginləşdirici faydalardan biridir. O da nədir? Deyirlər ki, müəlliflər, hər kəs, yəni hər kim Allahdan başqa məbudların ilahiləşdirmənin batilliyinə qəti bir inancla etiqad etmədən, təzdən oxuyacağım cümləni, və onları batil saymadan Allahın ibadətə layiq olduğunu isbat etməklə kifayətlənərsə, qiyamət günü onunla nicat əldə edəcəyi tövhid kəlməsini həyata keçirməmişdir. Yəni, bu sözün mənası nə? Yəni, bir insan sadəcə nə deyir? Sadəcə deyir ki, Allah ibadətə layiqdir. Bunu isbat edirəm. İbadətə layiqdir Allah.
Yani nedir? Burada ispat var, nefi yoktur. Nefi yoktur. Yani manası nedir? Bunlar ikisi beraber olmalı. Hem nefi olmalı hem ispat. Nefi olup ki biz bunu hemen o birinci semestrin dersliğinde geçmiştik. Nefi olsa, ispat olmasa bu tevhid değil. İspat olsa, nefi olmasa bu da tevhid değil. Birinde Allah korusun insan mülhid olur. Allah'ı inkar eden, ümmetle bütün ilahları inkar eden olar. Allah'a bela yani iman getirmiş sayılmaz. Diğerinde ise nedir? Allah'ın yani ibadete layık olduğunu yani kabul eder, ispat eder ama bunda tek olduğunu saymaz. Yani şeriki de olduğunu ihtimali ortada var. Niye? Çünkü nefi yoktur. İspat var, nefi yoktur. Ona göre bunlar ikisi de bir yerde olmalı. Hemen buna dair bu birinci okuduğumuz cümle nedir? İspat var burada. Deyir ki Allah'ın ibadete layık olduğunu ispat etmekle kifayetlenirsin. Sadece ispat edilir. Allah ibadete layıktır. Bu kadar. Ama evvel cümle neydi? Dedi ki ama Allah'tan başka mebudları ilahileştirmenin Allah'tan başka diğer mebudlar ki var ki batildir. Allah'tan başka mebudların ilahileştirmenin batilliğine qəti bir inancla hem de şək şüpheyle yok qəti bir inancla itiqad etmeden ve onları hemen o Allah'tan başka mebudları ilahileştiren batil mebudları ilahileştirilmiş. Onların da batil saymadan onları nedir? Sadece bu ispat kifayet değil. Bu ispat hemen onu kıyamet günü kurtaracak ve onunla nicat tapabileceği bir tövhid kelimesinin hakkını yerine getirmiş sayılmaz. Onu hayata geçirmiş, gerçekleştirmiş sayılmaz. Nedir? Deməli, ispat olsa da nefi yoktursa senin kelime tevhidin sahih değil. Onu ne kadar dinlen desen de. Sonra o cümlede tam aksine indi. Yani ispat var idi, nefi yok idi. İndi nefi olacak, ispat olmayacak. İspat olmayacak. Nefi var, ispat yok değil. O cümlede herkes yani her kim üluhiyeti mütlak şekilde nefi edip yani ilah yoktur. Sadece la ilahe dese illallah demese Allah korusun. O la cinsin nefyeden bir la'dir. Yani bütün ilah sözüne ait ne varsa kim varsa hamısını inkar etmiş olur insan Allah korusun. Deməli herkes üluhiyeti mütlak şekilde qeyd ve şərtsiz yani Allah istisna vesaire demeden mütlak şekilde nef edip yani inkar edip susarsa orada da durarsa ne olur? Bu artık sırf yani halis inkardır. Sadece inkardır, nef. İlah yoktur, hiçbir ilah yoktur. O ise nedir? O da tövhidi hayata geçirmemiştir bu cür. Bunu sadece nef edip susan kes, orada duran kes, tövhidi hayata geçirmemiştir. Ona göre mütlak nefi ve ispat olmalıdır. Her ikisi aynı zamanda her ikisi de olmalıdır. Biri diğersiz olsa her iki halda insan tövhidi yerine getirmiş sayılmaz. Deməli, davam edirik. Ərəb dilindən anlayışı olan hər kəs bilir ki, tövhid kəlməsi həmən o la ilahə illallah da olan həmən tövhid kəlməsində olan üslubdur məhz nəfi və isbatı gerçəkləşdirib onları bir yerdə tələb edən, onları bir yerdə gətirən. Yəni nədir? Deyir ki, ərəb dilini bilən hər kəs bilir ki, biz əvvəllər desəm buna toxunmuşduq ki, həmən o bu üslub ki var, la ilahe illallah, yəni nəfi və isbat. Nəfi və isbat. Biz dedik ki, ərəb dilində bir çox üslub var. Hə? Hasr dediyimiz, bir şeyi məhdudlaşdırmaq. Hə? Üslublar var. Amma bu həmən o nəfi və isbat üslubu ən gözəl üslubdur. Bir şeyi təkləmək istəyirsənsə, birliyini bildirmək istəyirsənsə, ən gözəl üslub budur. Birinci nəfi edəcəksən, sonra o təkləmək istədiyini nə dair həmən onu nə ispat edəcəksənsə onu ispat edirsən. Artıq onu o şeydə tək olduğunu bildirmək üçün ən gözəl üslubdur. Ona görə nə deyirlər? Ərəb dilindən anlayışı olan hər kəs bilir ki, həmən o tövhid kəlməsində la ilahə illallahda olan üslubdur. Məhz nəfi və isbatı gerçəkləşdirib onları bir yerə gətirən. Yəni nəfi və isbatı bir yerdə biz dedik ki olmalıdır. Tövhid kəlməsinin düzgün haqqını vermək üçün və bu nəfi və isbatı bir yerde getiren sırf bu üslubdur. Sırf bu üslubdur. Hem nefi olsun hem ispat. Məhdudlaşdırma üslubu, hasr üslubları çoxdur. Biz fiqh üslubunda keçmişik mesela innəmə.
İnnemel a'malu bin niyet. Əməllər niyyətə görədir. Bu da məhdudlaşdırmaqdır. Həsr üslubudur. Amma nəfi və isbat olsun və ikisi də bir yerdə olsun deyə, yəni məhz bu üslubdur. Nəfi və isbat. La ilahe illallah. La ilahe nəfidir. İllallah isbatdır. Sonra deməli bu isə bir çox digər yerlərdə də bərqərar olmuşdur. Yəni bu həmin o nəfi və isbat qaydası Quran ayələrində belə ki oxuyacağıq bəzilərini. Nəfir həmin o yəni ən gözəl məhz ikisi də bir yerdə olmasını yəni göstərən başqa yerlərdə də bu bərqərar olmuşdur. Yəni artıq e, özünü bildirmişdir. Sabittir bu. Allah Subhanahu teala belə buyurur. Biz hər ümmətə Allah'a ibadət edin. Nədir bu? İsbat. Tağutdan uzaq olun. Bu isə nəfi. Yəni nə oldu? Burada nəfi sonda gəldi, isbat əvvəldə gəldi. Allah'a ibadət edin, tağutdan uzaq olun deyə elçi göndərdik. Həmin ayə Nəhl surəsi 36. Yəni isbat burada hardadır? Uca Allahın həmin o Allah'a ibadət edin sözündədir. Yəni ibadəti Allah'a isbat edirsən. Allah'a aid edirsən ki, ibadəti Allah layiqdir, ibadəti Allah'a edin sözündə bu isbatdır. Nəfi isə uca Allahın tağutdan uzaq olun sözündədir. Nə oldu? Quran ayələrində belə gördük ki, həmən tövhidə aid nədir? Nəfi və isbat üslubu istifadə olunur. Sonra o cümlədə Allah Teala'nın uca Allah'ın bu sözündə. Allah Subhanahu teala buyurmuştu ki Allah'a ibadet edin ve hiçbir şeyi ona şerik koşmayın. Allah'a ibadet edin ve hiçbir şeyi ona şerik koşmayın. Bu En-Nisa suresi 36. ayet. Bu Allah'a ibadet etmeyi emretmek ve ondan başkasına ibadeti e, sərf etmeyi yani yöneltmeyi nehy etmektir ki beləliklə nəfi və isbatı bir araya gətirmişdir. Həmən ayədə nədir? Allah'a ibadət edin. Edin, əmrdir. Bu nədir? Həmən o ibadəti isbat edirsə Allah'a ibadət etməyə əmr edilir ayədə və heç bir şeyi ona şərik qoşmayın. Bu da nədir? Ondan başqasına, yəni Allah'tan başqasına ibadəti sərf etməyi, ibadəti yönəltməyi, ibadəti etməyi nəhy etməkdir burada. Ki bu nədir? Bu hər ikisi yəni bir yerdə bir araya gəlmiş həmin nəfi və isbatdır. Sonra buna dair üsul bizim bildiğimiz, işlettiğimiz sözlerde mesela bir insan biri var deyirsən Allah təkdir sadəcə sən. Deyirsən Allah təkdir. Yəni bu Allah təkdir deyirsən amma bu tam həmin o nəfi və isbatda Allah'tan başqa məsələn ilah, yəni haqq ilah yoxdur. Yəni üslubundan çox zəifdir. Üslubundan çox zəifdir. Məsələn deyirsən ki sən mənim qardaşımsın. Yəni bu üslubda səndən başqa qardaşım yoxdur anlaşılmaz. Sən mənim qardaşımsan, sənin kimi başqa bir qardaşım da var. Məsələn, bəlkə 10 dənə qardaşım var. Yəni bu üslub yəni sənin qardaşlığını bildirir, amma səndən başqa bir qardaşın olmadığını heç bildirməz, ifadə etməz. Amma sən desən ki, səndən başqa qardaşım yoxdur, bu artıq neyi bildirir? Səndən başqa qardaş yoxdur. Yəni qardaş varsa da yoxsa tək bir sənsən. Səndən başqa qardaşım yoxdur. Bu nədir? Nə oldu? Nəfi və isbat oldu. Səndən başqa, yəni qardaşım yoxdur, nəfidir, səndən başqa isbatdır. Yəni bir çox bu cür misallar özünüzdə bilirsiniz inşallah. Əsas nədir? Onu göstərir ki, bu ən güclü üslubdur birincisi. Bir şeyi təkləmək istədiyində, bir tutmanın tək olduğunu bildirmək istəyəndə ən güclü üslub budur. Və tövhidin də nədir? Həmin o rükunlarıdır. Ki, iki rükünü ki burada həm nəfi həm isbat ikisi bir yerdə olmalıdır. Deməli isbat edib nəf edərsənsə Allah korusun mülhid olar. İnsan dinsiz Allah'a ümumiyyətlə üluhiyyəti bütün ilahları inkar etmiş olur. Nəf etmədən isbat edərsə sadəcə müşrik olar. Çünki isbat edirsən amma ondan başqalarının da haqqı çatıb çatmadığını inkar etmirsən. Deməli şərik olduğunu deyirsən. Allah ibadətə layiqdir. Amma Allah korusun bu sözün içində yəni başqaları da necə ki sən mənim qardaşımsan deyirsən, başqaları da qardaş ola bilər. Allah ibadətə layiqdir. Allah korusun o sözdən
Yani insan Allah'tan başkası da layıktır sözün çıkarabilir, anlaşılabilir. Çünkü hasır, məhdudiyet yoktur. Ama nefi ve isbatta artık yalnız ve yalnız Allah'a ait olduğunu deyirsən, ibadete yalnız ve yalnız Allah'tır layık, hak məbud, yalnız odur. Deməli biz qaldıq hansı eləcə də o canlıların bu sözü. Biz en son oxuduq Davuddan Uzə. Bu Nisa suresi 36'ını oxuduq. Nisa suresi 36. Deməli eləcə də uca Allah'ın bu sözü. Allah'tan başkasına ibadet etmeyin. Allah'tan başkasına ibadet etmeyin. Hud suresi 26. Bunda fikir verin, Allah'tan başkasına ibadet etmeyin. Zahiren e, anlaşılan nedir? Bir nefi var. İbadet etmeyin. Bu ispat hardadır. İspat hardadır. Yani aslında ama ne? Burada ispat da var, nefi var, ispat da var. Her ikisi. Bunda hemen bu ayette Allah'tan başkasına ibadet etmeyi nehyetme ki açık aşikar ve tek ve şeriki olmayan Allah'a ibadet etmeyi emretme vardır. Harada o emretme hemen o ayeden anlaşılan. Yani Allah'tan başkasına ibadet etme. Yani burada ibadet var. Allah'a da var. Yani başkasına da var. Ama ne diyor Allah subhanahu wa ta'ala? Diyor ki Allah'tan başkasına etme. Yani Allah'a et, başkasına etme. Ona göre bazı alimlerdir. Mesela diyorlar ki İbn-i Hüseyin rahimehullah namazı terk edeyen hükmü attığı risalesinde ne diyor? Orada mesela bazı böyle şüpheler var. Diyorlar ki la ilahe illallah deyip şerik koşmayan insan namaz kılmır. Namaz kılmayanlar da söyledik ki namaz kılmır ama Allah'a şerik de koşmuş. Yani onu izah edirlər alimler ki la ilahe illallah kelimesini sen deyip necə sen deyirlər ki tövhidi var sadece namazı yoktur. Yani namazı olmayan tövhidi yoktur. Namazı olmayan tövhidi yoktur. Yani sen deyirsən Allah'tan başka ibadete layık məbud yoktur. Allah'tan başka hak məbud yoktur. Məbud var. Məbud ne deməkdir? İbadet olunan. Yani sen ona ibadet etmirsən, o ibadet olunandır mı değil mi? Sen sözün hiçbir değeri yoktur. İbadet olunmursa, sen Allah'a ibadet etmirsən, o sözün ne mənası var ki Allah'tan başka ibadete layık hiç kim yoktur. Biz ibadet et ki denən ki ibadet edirsən ve ibadet o ettiğin ibadette Allah'tan başkasının hiçbir hakkı yok. Allah'tan başkası nedir? Layık değil. Ona göre la ilahe illallah kelimesi ona göre namazın kılmayan değil. Tövhidi yoktur. Çünkü en azından dediğimiz Kur'an'da bir neçə ayet var ki öz nefsini ilahileştireni görmedin mi? Yani o insan müşriktir. Öz nefsini ilahileştirip Allah subhanahu teala emir eləyir en azından emel olarak mesela namaz kılmağı onun nefsi ise ona ağır gelir. Nefsi ise ona namaz kılmamak emir eləyir. O indi Allah'ın emrini koyup öz nefsinin emrine tabi olur. Deməli nedir? En azından bu şekilde öz nefsini ilahileştirmiş olur. Yani o cürünə izahlar verirler. Bu demeyinler bu ayeden de anlaşılan budur. Allah'tan başkasına ibadet etmeyin. Deməli ortada ibadet var. Sadece Allah'a olan ibadet ispat olunur. Allah'a olan ibadet olmalıdır. Ama Allah'tan başkası nehyolunur. Deməli bu ayeden her ikisi anlaşılır. Hem ispat hem nefi. İbadeti emretmeyi, Allah'tan başkasına ise ibadeti nehyetmeyi var. Sonra Həmçinin İbrahim'in sözündə, İbrahim Aleyhisselam hakkında Allah Subhanahu teala Kur'an'da buyurur ki mən, yani İbrahim belə deyir, mən sizin öz qövmünə, mən sizin ibadət etdiklərinizdən uzağam, bəriyəm. Mən sizin ibadət etdiklərindən uzağam. Yalnız bu nedir? Nəfi, inkarda sizin ibadət etdiklərinizdən uzağam. Onların ibadət etdiklərində nedir? O batıl ilahlar da var. Allah'a da ibadet edirdiler. Müşrikler nedir? Allah'a da ibadet edirdiler. Sadece ibadette şerik koşurdular. Necə ki bu da fərqlərdən biridir. O deyirəm, Necd alimləri çoxu nədir? Şeyxülislam İbn Abdülvahhab da rahimehullah məsələn o vaxtki müşriklərlə bugünkü müşrikləri qiyaslayaraq deyir ki, bugünkü müşriklər ki bu elədir. Bugünkü günümüzdəki müşriklər də əvvəlki müşriklərdən qat-qat müşrikdir. Qat-qat pisdirlər. Çünki bazı misallar var idi. Onlar dar anda mesela denizde vesaire nedir? Ayetler var o hakkında. Yani yine ihlasla Allah'tan isteyerler. Diyerler ki Allah'tan başka kimse sizi buradan kurtarmaz. Bugünkü müşrikler ise dar vəziyyətdə, çətin vəziyyətdə belə yenə
nedir? Batıl ilahlarından, yani Allah'tan başka o hemen Allah'a şərik koştukları ibadete layık olmayan ilahlarına dua ederler. Bu meselede de mesela o vaxtki müşriklər Allah'a da ibadet edirlər, Allah'a da ibadet edirlər. Sadece Allah'tan başka diğer ilahlara da ibadet edirlər. Ki nehyolunan neydi? Allah'tan başka olan ibadet. Bugünkü müşriklər özlərinin özü müsəlman, nə İslam'a nisbət elə. Az öncə dediyim kimi nə namazı var, nə bir şey var elə. Üstəlik o şirki küfür demirəm. Yəni ibadətlə bağlı, İslamla bağlı heç bir şey yox. Bəlkə o pasportdakı adı bəlkə müsəlman adından nəsə və salam. Başqa İslamla bağlı heç bir şey yox. Yəni ibadət etmirlər ümumiyyətlə. Allaha belə ibadət etmirlər. O vaxtki müşriklər Allaha ibadət edirlər və şərik qoşduqları batil ilahlara da ibadət edirlər. Bugünkü müşriklər isə Allaha ibadət etmirlər, ancaq elə şərik qoşduqlarına ibadət edirlər. Yəni, gedib ona nəzr edir, gedib ondan istəyirlər və s. Ona görə bu cəhətdən də nədir? Bugünkü gün müşrikləri əvvəlki müşriklərdən də yəni şirk baxımından daha pislər. Şirkləri daha ağır, daha çoxdur. Deməli, İbrahim Aleyhisselam Allahın bizə bildirdiyi kimi nə deyir? Öz qövmünə buyurur ki, mən sizin ibadət etdiklərinizdən uzağam. Bu nəfidir, inkar. Yalnız məni yaradandan başqa, yəni ondan uzaq deyiləm. Sizin ibadət etdiklərinizdən yalnız kimdən uzaq deyiləm? Allahdan, məni yaradandan başqa, ondan uzaq deyiləm. Amma digərlərinin hamısından uzağam. Bu da nədir? İspat oldu. Ayənin son hissəsi yalnız məni yaradandan başqa bu isbatdır. Bu nədir? Zuhruf surəsi 26-27-ci ayədə keçir. Sonra deməli nəfi və isbat. Həmən o ayədə keçən nəfi və isbat harasıdır? Onun, yəni Allah Subhanahu Taala'nın sözü. Sizin ibadət etdiklərinizdən uzağam. Bu nəfidir. İbadəti mütləq şəkildə nəf etməkdir. Yəni bütün ibadətləri, bütün nədir? İbadət etdiklərindən uzaq olduğunu bildirir. Sonra nədir? Allah Subhanahu Taala'nın sözü yalnız məni yaradandan başqa bu sözündə, yəni onun bu sözündə, Allah Subhanahu Taala'nın bu sözündə isə onu Allah üçün ispat etmə var. Onu, yəni nədir? İbadəti. Həmən biz dedik, ibadəti mütləq şəkildə nəfi etmək var. Burada isə onu, yəni ibadəti Allah üçün ispat etmək var. Yəni ibadət yalnız nədir? Allah'a aiddir. Yalnız Allah ona layiqdir. Sonra demək ki, tövhidin haqqını vermək istəyən, onu həyata gerçəkləşdirmək istəyən iki rüknunu da bir araya gətirməlidir. Yəni tövhidin iki rüknunu da, hər ikisini nəfi və isbatı bir araya gətirməsi qaçınılmazdır. Labuddur. Ərəb sözdür. Bizdə arada işlənir, yazırlar labuddur. Yəni o mənası qaçılmazdır, qaçınılmaz. Yəni mütləq olmalıdır bu. Onlar isə həmən o rükunlar, iki rükun, yerinə yetiriləsi iki rükun nəfi və isbatdır. Batil məbudları nəf etmək, üluhiyyəti isə ona haqqı çatana isbat etmək. Yəni batil məbudları nədir? Batil məbudları nəf etmək, üluhiyyəti isə ona, yəni üluhiyyətə haqqı çatana isbat etmək. Ki o isə həmən o üluhiyyətə haqqı çatan, übudiyyətə daha doğrusu yazmışıq. Burada bir übudiyyət gelir ki dediyimiz kimi eyni mənadır. Übudiyyəti isə ona haqqı çatana isbat etmək. O kimdir? Übudiyyətə haqqı çatan kimdir? O isə Allah'tır, başqası deyildir. Saatimize baxaq. Deməli, tövhid kəlməsi La ilahə illallahın şərtləri, yəni kəlmə-i tövhidin şərtlərini, keçdik şərtlərini. Bəli. Deməli, hər kəsə məsləhətdir əzbərləmək. Ən azı başda. Həqiqətən biz, yəni alimlər də, şeyxlərimiz də öz təcrübələrindən deyiblər. Biz də öz təcrübəmizdən deyirik. Həqiqətən, yəni hətta bəzi alimlər nə deyir? Biz deyir, o qədər kitab oxuduq. Bizim bu, belə deyil, loru dillə desək, tonla, ton kitab oxuduq. Bizə qalan deyir, əzbərlədiyimiz qaldı.
Yəni neyi ki əzbərlədik, onu dərhal beynimizdə nədir, dərhal yadımıza sala bilirik, sual verilsə deyə bilirik, düşünsək nəsə yad. Yəni bizə qalan bir əzbər qaldı. Həqiqətən bu hər kəs inşallah ki öz üzərində təcrübə edib, yəni nə qədər kitab oxusan da, yəni şübhəsiz kimsə Allah vergisidir, bəlkə o qədər elə bir dəfə oxuduğunu ömrünün sonuna kimi elə əzbərində qalar, yenə bu əzbər sayılır da. Yəni o başqa, amma normalda ki biz normal insanıq, belə bir şeyimiz yox. Bu əzbərləmədinsə yaddan çıxır. Əzbərləmədinsə yaddan çıxır. Ona görə də Şeyximiz Əhməd Əl-Qoymi dediyi kimi, yəni əlinizə nə keçirsə, nə eşitdiniz, nə oxudunuz, şərh və s. yazın. Yazın. İstədiyiniz zaman sonra onu yazıya qayıdıb təkrarlaya bilirsiniz. Yoxsa buradan oxudun, oradan da görürsən, üstəlik necə deyim, gündəlik həyatda istifadə etmədiyim bir şey, məsələn, bu cür elmi bir şeylər, məsələn, dərs demədiyim, dərs dedikcə insan nədir? Təkrarlayır, yəni başqasına izah eləyirsən, yenə ikinci dəfə, üçüncü dəfə təkrarlamış sayılırsan. Yəni bu cür istifadə etmədiyin halda isə daha tez, yəni insanın yadından çıxır. Ona görə bu nədir? Həmin nədir? Bu La ilahe illallahın şərtlərinə dair həmin 7 şərt verilir. Bəzi alimlər 8 deyir, 9, 10-a kimi çıxaran və yaxud 8 deyirlər. Sadəcə 8-ci şərtin hansı şərt olduğunu ixtilaf ediblər. Kimsə filan şey, kimsə digər şey deyir, o birisi şey deyənlər də var. Amma əsl, yəni ən çox bu 7 deyilir və buna dair asan əzbərləmək üçün yəni bir çox şəriətdə, əlhəmdülillah, İslam dinində bütün elmlərə dair şeir formasında bu cür beytlər, yəni şeir formasında da daha asan, nəzm formasında daha asan əzbərləmək üçün var. Bunların beytləri var. Bunların da beytləri var, fərqli-fərqli ki, 7-si birdən zikr olunur, asan əzbərləmək üçün. Deməli, birinci nədir? İxlas. Burada verilən ardıcılığa görə verir. Yoxsa bizim əzbərlədiyimiz nədir? Elm, yəqinlik, sonra ixlas gəlir. Yəni, amma fərqi yoxdur. Yəni, inşallah əsas odur ki, hamısını bir yerdə öyrənmiş oluruq. Birinci ixlasdır, birinci şərt. Şərt də biz nə dedik? Şərt o əməlin xaricindədir. Yəni, insan la ilahe illallah dedikdən əvvəl artıq onda, onu deyəndən əvvəl ixlas olmalıdır, yəqinlik olmalıdır və s. Və bunu bu şəkildə deyirsə, ona faydası var dünya və axirətdə. Deməli, ixlas nədir? O isə bu kəlmə ilə Allahın üzünü diləməkdir. Yəni, yalnız Allahın üzünü diləyirsən, Allahdan başqa heç bir məqsədin yoxdur. Yalnız Allahın üzünü diləmək. Yəni, ixlas. Yalnız Allahın rizasını mənaca başqa keçən səfər dediyimiz kimi əslində üzünü diləmək yazılır. Yəni, bu onun belə deyək, əsərlərindən, izlərindəndir ki, Allahın üzünü diləyən kəs şübhəsiz ki, onu razı salmaq da istəyər, onun sevgisini də qazanmaq istəyər və s. Yalnız əsas nədir? Allaha görə eləyirsən. Allah üçün bunu eləyirsən, Allah üçün deyirsən. Uca Allah bu barədə buyurub. Halbuki onlara dini məhz Allaha məxsus edərək, xalis, məhz Allah, yalnız Allaha məxsus edərək, həniflər kimi, həniflərin nə olduğunu biz keçmişdik, ibadət etmək, namaz qılmaq və zəkat vermək əmr olunmuşdur. Namaz burada qılmaq dediyimiz iqamə etmək əslində. Doğru din də elə budur. Doğru din də elə budur. Bu Əl-Beyyinə surəsi 5-ci ayədir. Deməli, burada nədir? Onlara nə əmr olunmuşdur? Dini məhz Allaha məxsus edərək, yalnız və yalnız Allaha. Allahdan başqa bir məqsəd varsa, nə varsa artıq nədir? İxlas şərtinə zid nə olur? Artıq davranmış olur insan və bu kəlmə-i tövhidin şərtini pozmuş, deməli kəlmə-i tövhidi də həyata keçirməmiş olur və şərt nədir? Xatırladaq, rükundur, şərtdir. Hökm baxımından eynidir, nəticə baxımından. Hər ikisi də yəni neyin rükunu, neyin şərtidirsə bunların hamısı bir yerdə olmalıdır. Yəni biri var, burada 7 şərt var məsələn. 6-sı var, biri yoxdursa şərti yerinə yetirmiş sayılmırsa. Yəni hamısı eyni zamanda hamısı bir yerdə olmalıdır ki, sən o neyin şərtidirsə o səhih olsun deyə, o səndən qəbul olunsun deyə. Onlardan hər hansı biri əksik olarsa, istir rükün olsun, necə nəfi və isbatda dedik və burada şərtlərdən. Məsələn, bütün 6-sı var, ixlas yoxdur. Kəlmə-i tövhidin şərtini yerinə yetirmədən, bir dənəsini belə yerinə yetirmədiyi üçün o nədir? Kəlmə-i tövhid qəbul deyil. Həmin o həyata keçirilmiş sayılması. İkinci şərt nədir?
Ya buna dair dediğimiz gibi vaktimiz artık azalır diye yani vakt çatmayacak. Buna dair diğer deliller de var. Esas biz dediğimiz gibi bu sadece işaretlerdir. Bazı esas delillerdir. Ki buna dair geçen derste səhv edirəmsə keçtiğimiz hadislerden biri de buna delildir. Ki e, kıyamet günü soruşulur Peygamber'e sallallahu aleyhi ve sellem ki kıyamet günü senin şefaatine nail olmuş en xoşbəxt kəs kimdir? Deyir ki, nədir? İxlaslı şəkildə xalis, yəni ixlaslı şəkildə La ilahe illallah deyən kəs. Yəni ixlaslı şəkildə qeyd var. Bu da nədir? Həmin o La ilahe illallahın nədir? Deyilməsində ixlasın da şərt olmasına dair dəlildir. İkinci şərt elm, elm şərti, bilik. Yəni həmin o nədir? Mənasını bilmək. Yəni həmin o La ilahe illallah kəlməsi ki var, onun mənasını bilmək, ona görə nədir? Hemen bu derste başta mənasını keçdik. Mənasını bilmək. O isə nədir bu mənanı? Bu kəlmənin mənasını bilmək nədir? Biz deyəndə ki, la ilahe illallahı bilmək lazımdır. Elm şərtdir. Mənasını bilmək lazımdır. Bu bilmək nə deməkdir? Yəni bu kəlmənin mənasını və nəfi və isbat baxımından nələri əhatə etdiyini bilməkdir. Yəni həm mənasını bilirik, Allahdan başqa haqq məbud yoxdur, ibadətə layiq məbud yoxdur və s. Mənasını bilirik. Üstəlik bu kəlmə həmin o az öncə dərsin əvvəlində dediyimiz neyi nəfi edir Allahdan başqa bütün növ məbudları məsələn və neyi isbat edir? İbadəti yalnız Allaha isbat. Yəni nəf və isbat baxımından nələri əhatə edir bu kəlmənin mənası? Bütün bunların hamısını bilmək. Bütün bunların hamısını bilmək. Bu elm şərti yerinə yetirmiş olur insan. Uca Allah buyurdu, bil ki Allahdan başqa ibadətə layiq olan heç bir məbud yoxdur. Muhammed surəsinin 19-cu ayə. Başqa Zuhruf surəsinin sonuncu ayələri. Hə? Yalnız kimlərdir? Məsələn, orada şəfaətə nail olacaq insanlar. Yalnız nə də haqqa şahidlik edib və hum ya'lemun. Yəni bilə-bilə və orada haldır. Yəni bilə-bilə, elmli şəkildə, o haqda elmi ola-ola, bilə-bilə haqqa şahidlik edənlər. Sadəcə haqqa şahidlik etmək kifayət deyil. Bilə-bilə. Necə ki, dünyada belə bir insan bilmədiyi, görmədiyi, eşitmədiyi bir şeyi şahidlik edərsə, ondan o şahidliyi qəbul olunur, qəbul olunmaz. Gördün mü? Yox. Yəni, niyə şahid deyilsən görmədiyi şeyə? Qəbul olunmaz. Adi bir, məsələn, mal davalarında, hər hansı bir dünyəvi bir şeylərdə məhkəməyə baş versə, qazi soruşar ki, gördün mü? Yox. Nəyə gəldin? Qəbul olunmaz ondan şahidlik. İndi bu hələ bir adi dünya heç bir dəyəri olmayan şeylərdə qəbul olunmursa şahidlik, yəni bu cür dünya və axirətində sənə nicat verən Allahın izindən, dünya və axirətdə səni qurtaran Allahın izindən kəlmə-i tövhiddə, yəni bilmədən şahidlik etmək şübhəsiz ki, heç qəbul deyil. Üçüncü şərt yəqinlik. Yəqinlik. Bu nədədir? Bu da axırda bu hər birinin nəyə zidd olduğunu deyəcək. Son səhifədə orada sadəcə belə sıra olaraq gəlir. Deməli, belə ki, onu, yəni həmən kəlmə-i tövhidi deyənin qəlbində o haqda, həmən o kəlmə-i tövhid haqqında və ya ona daxil olanlar haqda, daxil olan mənalar, nəf, isbat, bu hamısı bütün daxil olan mənalar ki var, onlar haqda heç bir şək, şübhə baş verməməlidir. İnsanın qəlbində istər o kəlmə haqqında, onun mənası haqqında, onun əhatə etdiyi nəf, isbat və digər mənalar haqqında heç bir şək, şübhə baş verməlidir. Yəni, insan deyər, amma haradasa tərəddüd edərsə, artıq nə olur? Şək etmiş olur. Həmən o yəqini şərtini yerinə yetirmədiyi üçün, çünki Allah qorusu təəssüflər olsun, yəni bu var, yəni qulağımızla eşitdik ki, insanlar qiyamətə inanmır, namaz qılır. Deyirsən, niyə namaz qılırsan? Hər ehtimala qarşı. Deyir, ziyanı yoxdur. Ki, bu sələfləri var bunların, bu cür insanların əvvəllər. Deyir ki, namaz qılaram, bir ziyanı yoxdur ki. Qiyamət əstəğfirullah olmasa da, cənnət, cəhənnəm olmasa, o dünya olmasa da mən bir şey itirmiş sayılmaram. Amma olsa namaz qılıram. Onun sayəsində cənnətə girəm. Bu, heç bir faydası yoxdur namazın. Batildir. Yəqinliklə olmadığı üçün, onun tövhidi olmadığı üçün və iman nədir? Əməllərin qəbul olunmasına ən birinci şərtidir. İnsanın imanı yoxdursa, onun etdiyi bütün əməllər batildir. İnsan şirk qoşursa, Peyğəmbər olsa belə ki, o Allah qorusun, onlar o şeydən uzaqdır. Ayə əsasən deyirik ki, keçən dəfə də bu ayələr keçmişdir. Yəni, Peyğəmbərimizə belə sallallahu aleyhi və səlləm müraciət edərkən Allah subhanahu teala nə buyurur? Sən deyir, şirk qoşsaydın, sənin bütün əməllərin puç olar.
ve ziyana uğrayanlar da onlardır. Bu sadece nedir? Ona deyilir, diğerlerine ibretli ki peygamberlerin şirk koşmaları mümkün değil. Yani demeyeyim ne en üstün, en faziletli kim olursa olsun, ne derecede olursa olsun, Allah korusun o insan günün bir günü şirk koşarsa bütün emelleri puç olur. Bütün emelleri ki en büyük emel tövbedir. O getdikcə bütün namazı və o birisi şeyler de hamısı gelir. Deməli nedir bu? Ayəni oxumuduq biz. Həmən yəqinliyə dair uca Allahın bu sözünə əsasən bu şərti çıxarılır və bütün bu şərtlər kimsə soruşsa bu harda çıxdı? Bu şərtlər hamısı Quran və hədislər, yəni ayələr və hədislər əsasən onlara əsasən çıxarılmışdır. Alimlər bu cür çıxarılmışdır. Və bunlar sözbəsöz ayələrdə deyilir. Sadəcə bu cür deyilmir ki, məsələn, La ilahe illallahın şərti filan şeydir. Yox. Sadəcə hədisdə keçdiyim kimi ixlasla deyərsə, sidqlə deyərsə, yəni bu qeyddir, deməli şərtdir. Bu qeydi olmadan deməli bu sayılmaz deyə bu cür şərtlər, rükunlar və s. çıxarılır. Deməli bu barədə, yəqinlik barədə Uca Allahın bu sözünə əsasən deyilir. Möminlər ancaq kimlərdir? Hasr var dediyimiz o məhdudiyyət. Nə? Ancaq kimlərdir? Yalnız kimlərdir? Möminlər ancaq Allaha və onun elçisinə iman gətirən, sonra sadəcə iman gətirmək kifayətdir, yox. Sonra heç bir şək şübhəyə düşməyəndir. Üç nöqtədir, orada başqa şeylər də gedir. Allah yolunda malları ilə və canlığı ilə cihad edənlərdir. Deməli nədir? Əsas ayədə mövzumuza dair hissəsi sonra heç bir şək şübhəyə düşməyən. Yəni Allah və Resuluna iman gətirsə, ondan sonra da şək şübhəyə də düşmürsə. Məhz o insanlardır möminlər. Ancaq bunlardır möminlər. Bunlardan başqaları mömin deyildir. Bu Əl-Hucurat surəsi 15 və hər kəsə məsləhətdir Hucurat surəsi başdan oxusun. Allah Subhanahu taala həmin o ayələrdə bir çox ədəbləri və s. hökmləri zikr etmişdir. Alimlər ona görə hətta bu surəyə bəziləri ədəblər surəsi deyirlər. Hucurat surəsi bu üçüncü idi. Daha sonra qeydlərə baxın. Bizim qeydləri zikr etməyə hər halda vaxtımız qalmayacaq. Bu üçüncü idi. Üçüncüyə dair hədis də var. Resulullah sallallahu aleyhi və səlləm isə belə buyurmuşdur. Şahidlik edirəm ki, Allahdan başqa haqq məbud yoxdur və Allah Resulü, mən Allahın elçisiyəm. Sallallahu aleyhi ve sellem bu cür deyir. Şahidlik edirəm ki, Allahdan başqa haqq məbud yoxdur və mən Allahın elçisiyəm. Bu ikisi ilə, yəni La ilahe illallah Muhammed Resulullah, bu iki şəhadətlə, bu ikisi ilə onlara həmin o ikisinə həmin bu kəlmə-i şəhadətə, ikisinə kəlmə-i şəhadət, onlara şək şübhə etmədən Allahla görüşəcək elə bir şəxs yoxdur ki, cənnətə girməsin. Yəni bu ikisi ilə onlara şək şübhə etmədən Allahla qarşılaşacaq, görüşəcək elə bir şəxs yoxdur ki, cənnətə girməsin. Yəni hər kim Allahla qarşılaşacaq, hər kəs Allah bizi üzaq eləsin qiyamət günü, dünya və axirətdə, yəni onun rəhmətini, razılığını qazandıracaq əməllər nəsib eləsin. Bu deməli hər kəs kim Allahla qarşılaşdığı zaman nədir? Həmən bu ikisini deyər, yəni bu ikisi ilə gələr onunla qarşılaşdığı zaman bu ikisi ilə də heç bir şək şübhə etmədən gələr Allahın qarşısına. Yəni şək şübhə etmədən. Bax o mütləq nədir? O hər kəs cənnətə girər buyurur sallallahu aleyhi ve sellem. Bunu Müslim rivayət etmişdir. Yəni burada əsas yeri nədir hədisin? Şək şübhə etmədən bu şərtdir. Sadəcə ikisi ilə gələr mütləq cənnətə girər, yox. Şək şübhə etmədən bu şərtdir. Ki, digər hədislərdə başqa şərt var, digər ayələrdə başqa şərt var. Deməli, dördüncü şərt nədir? Qəbul şərti. Qəbul. Bu da nədir? Qəlbi və dili ilə. Qəlbi və dili, yəni bədən üzvləri, əzaları deyil ki, bu gələcək inqiyat olan, təslimiyyət şərti ilə olan fərq də bundadır. Deməli, qəbul etmək şərti nədir? Qəbul, yəni qəlbi və dili ilə bu kəlmənin tələb etdiklərini qəbul etmək. Bu kəlmədən çıxan mənalar, nəfi ispat olsun, digər mənalar, o mənaların tələb etdiyi bütün şeyləri nədir? Qəlbinlə mütləq, qəlbli olmasa, dilli olsa, Allah qorusun, insan münafiq olar. Qəlbinlə və dilinlə bütün o kəlmənin tələb etdiklərini qəbul etməkdir. Bu qəbul şərti. Uca Allah belə buyurmuşdur. Çünki onlara
kafirlere. Allah'tan başka ibadete layık olan mabud yoktur deyildikdə tekebbür gösterir. Tekebbür nedir? İster kalbinde nedir? Ona inanmaz, kibir gösterir. İster dilinde ikrar etmez. Onlara deyilir ki la ilahe illallah de. Mesela deyilir. Ha? Mesela deyilmiştir. Demirler. Tekebbürlükten demirler. Demeli nedir? Çünkü onlara Allah'tan başka ibadete layık olan mabud yoktur. Sadece deyildikdə nedir? Tekebbür gösterir. Onlar yani Es-Saffat suresi 35. ayeti. Beşinci şart. O cür keçək ki, dərsini bitirə bilək. İnqiyad. İnqiyad şərti. Bu da nədir? Biz təslimiyyət deyirik. Təslimiyyət şərti. Sadəcə ərəbcə deyildiyi kimi belə saxladıq onu. Kim ərəbcə onu əzbərləmək istəyərsə o cür əzbərləsin. İnqiyad şərti. O da nədir? Təslimiyyət. Boyun əymək, tabi olmaq. Onun da, yəni kəlmə-i tövhidin dəlalət etdiklərinə, bütün dəlalət etdiyi, bildirdiyi mənalar ki var, dəlalət etdiklərinə təslimiyyət göstərmək. Yəni onun dəlalət etdiyi nədir? Məbudları tərk etmək, yalnız Allah'a ibadət etmək, məsələn, digər bütün nə tələb edirsə, bütün neyi bildirirsə, o nələr, hansı mənalar çıxırsa, onların hamısına təslimiyyət göstərmək bədənlə. Təslimiyyət göstərmək. Bəndənin Allahın ona əmr etdikləri, bunu indi izah edir, təfsir edir. Yəni ərəb dilində üslubdur. Qısa deyir, sonra daha açıq deyir. Yəni təslimiyyət göstərmək nədir? Nə deməkdir? Yəni bəndəni, bir qulun Allahın ona, yəni o qula əmr etdiklərini yerinə yetirmək və Allahın ona, yəni həmən qula nəhy etdiklərindən də çəkinməklə. Yəni bununla təslimiyyət göstərmiş olur insan. Allahın əmr etdiklərini yerinə yetirməklə, nəhy, yəni qadağan etdiyi, yasaqladığı şeylərdən də çəkinməklə. Bununla nə olur? İnqiyad şərti yerinə yetirilmiş sayılır. Uca Allah buyurub, yaxşı əməl sahibi olub, özünü Allaha təslim, üzünü burada. Mənaca tərcümədə özünü yazılmışdı, amma burada ərəbcədə üzü olduğu üçün, yəni biz üzü olaraq saxladıq. Çünki alimlərin bu sırf üzü, yəni insanın bədənində ən şərəfli yer üzüdür. Məsələn, insan görürsünüz ki, bir şey olur, özünü Allah qorusun, hətta ayələrdə var. Üzlərini qoruyacaqlar cəhənnəm odundan, Allah qorusun, Allah qorusun cəhənnəm əzabından. Deməli, ona görə buna dair, bu sözə dair bəlkə açıqlamalar, təfsirlər də var. Biz olduğu kimi bunu saxlamaq daha uyğun gördük. Yaxşı əməl sahibi olub, üzünü Allaha təslim edən şəxs ən möhkəm dəstəkdən yapışmış olar. Ən möhkəm dəstəkdən yapışmış olar. O da nədir? La ilahe illallah. Bütün işlərin sonu Allaha qayıdır. Bu, Loğman surəsi 22-ci ayədir. Deməlidir, burada əsas təslimiyyət nədir? Üzünü Allaha təslim edən. Üzünü, ki insanın ən şərəfli yeri üzüdür. Üzünü təslim edərsə, deməli bütün bədənini Allaha, hər şeyini təslim etmiş olar. Yəni. Həmən o təslimiyyət şərtinə dair həmən o ayənin bu hissəsi aiddir. 6-cı şərt sidq, yəni doğruluq. Doğruluq. Onu, yəni kəlmə-i tövhidi səmimi qəlbdən sidqlə demək. Yəni sidq, insan doğru danışmış nə vaxt olur? Qəlbində nə varsa dilinə onu tökmüş olur. Hətta fiqdə belə bir şey var. İnsan, biz fiqdə bunu keçmişdik. İnsan məsələn and içər ki, bu cür bildiyi bir şey. Məsələn, o elə bilir ki, Əhməd səfərə getmişdir dünən. And içər ki, vallahi Əhməd bilirdi ki, səfərə getdi, bilet də almışdır. Hələ bilir ki, getdi artıq. Sən demə, məsələn, nəsə işi çıxdı və yaxud nədir, uçuş təxirə saldı, hər nə. Amma uçmamışdır, sən demə, Əhməd getməmişdir. Amma bunun bildiyi bu. And içər ki, Əhməd vallahi dünən səfərə çıxdı, getdi, uçdu filan ölkəyə. Yəni, bu insan həm yalancı sayılmaz, bu bir, həm də yalanın, o and içməyin, yalandan and içməyin kəffarəsi də ona vacib olmaz. Niyə? Çünki o qəlbində inandığı bir şeyi dilə gətirmişdi. Dediyi sözdə sadiqdir. Doğru, yəni deməsə də, söz doğru söz olmasa da, amma qəlbində inandığını demişdi deyənə o sadiq sayılır. Sidqlə bunu demiş sayılır. Və bunun tam əksinə Münafiq surəsinin əvvəlində olduğu kimi onlar nədir? Münafiqlər gəlib sənin yanına şahidlik edirik ki, həqiqətən sən Allahın rəsulusan deyirlər. Bu doğru söz deyir. Amma nə? Yahudilər. Amma qəlbində inandığı söz deyil. Qəlbində tam başqa bir şey, dilində tam başqa bir şey. Ona görə Allah Subhanahu taala baxmayaraq onlar doğru, yəni sadiq olmaq başqa bir şey, sidqlə bir şey deyirsən, inandığın bir şey demək başqa bir şey. Amma dediyin şeydə düz, yəni doğru çıxmaq, dediyin şeyin həqiqətən həqiqət olduğunu, yəni olması başqa bir şeydir.
Ona göre Allah subhanahu teala münafik hemen o surenin evvelinde ne deyir? Allah da şahidi eyni üslubla, eyni təkidlərlə. Deyir ki, Allah da bilir ki sen Allah'ın Resulusan ama Allah da şahit deyir ki onlar yalancıdırlar. Halbuki düz söz deyirlər. Allah Resuludur Muhammed sallallahu aleyhi ve sellem. Ona göre burada əsas nədir? Sidq. Və burada şübhəsiz yəni biz la ilahe illallah doğru düzgün bilməliyik. Doğru düzgün də inandığımız bir şeye deməliyik. Sadəcə bu misal olarak sidqlə o şeyin fərqini bildirmək üçün dedik. Deməli bu nə? Səmimi qəlbdən sidqlə demək. Yəni qəlbində inanmırsan, sadəcə hamısı müsəlmandır deyə, sən də kəlmə-i tövhidi deyirsən deyə ənənəvi olaraq ki bu da bugün bu dövrümüzün bəlalarındandır. Ənənəvi müsəlmanlar böyüyür. Heç bir şeydən anlayışları yox. Sadəcə ata-ana namaz qılır, mən də qılam, la ilahe illallah deyir, mən də deyirəm. Bu cür, yəni Allah qorusun, nədir? Ürəyində inanmadığı, ürəyində heç bəlkə də heç xəbər olmadığı la ilahe illallah mənası nədir? Dediyim kimi Abu Cəhl bilirdi. Bugün bir çox özünə müsəlman deyənlər bilmir heç mənasını. Bəziləri bilir, amma inanmır ona. Qəlbində başqa bir şey, dildə sadəcə müəyyən bir səbəblərə görə deyir. Allah korusun, ona görə nədir? Şər sidqdir. Sidq. Həqiqətən ürəyində inandığın halda bunu deməlisən. Uca Allah buyurdu bu barədə. İnsanlar arasında elələri də vardır ki, mömin olmadıqları halda, mömin burada əsas indi biz kamil mömindən söylüyoruz. Ümumiyyətlə iman gətirmədiyi halda, inanmadıqları halda belə deyərlər. Deyərlər ki, Allaha və axirət gününə inanırıq deyirlər. Amma qəlbində inanmırlar. İnanmırlar. Mömin olmadığı, yəni iman gətirmədiyi halda, bu şeye inanmadığı halda yalandan, yəni Allaha və axirət gününə inanırıq deyirlər. Deyirlər. Onlar, həmin adamlar Allahı və iman gətirənləri aldatmağa çalışırlar. Halbuki yalnız özlərini aldadır, başqalarını deyil və bunu anlamırlar. Bunu da anlamırlar. En böyük bala da yəni o elə odur ki, yəni bunu da anlamırlar. Bilmirlər ki, özlərindən başqa heç kim anlat, yəni aldada bilmirlər. Özlərindən başqasını aldada bilməzlər. Xüsusilə də şübhəsiz ki, Allahı qəlbləri bilən Allah. Bu da Bəqərə surəsi 8-ci və 9-cu ayə. 7-ci nədir? Şərt, məhəbbət şərti, sevgi və bu sonuncu şərtdir. Tövhid kəliməsini, yəni sevgi, məhəbbət nədir burada? La ilahe illallahın şərti olaraq tövhid kəliməsini özünü sevmək, onun dəlalət etdiklərini, bütün mənalarını bildirdiyi, bütün mənalarını və onun əhlini, yəni la ilahe illallahın əhlini, yəni tövhid əhlini sevmək. Hə? Və bunun tam əksi olaraq, yəni bu şeyləri sevdikcə nəticə olaraq nə olur? Şirk qəbildən də ona zid gələnlərə buğz etmək. Yəni bu tövhidə zid gələn şirk və digər şeylər onları nədir? Zid gəldiyi üçün onlara da buğz etmək. Bunu sevirsənsə, bunun zidni nədir? Buğz etməlisən. Burada şübhəsiz ki, mətndə gedən budur, amma tam cümlənin əvvəlində deyilən tövhid kəlməsini sevmək, deməli tam ziddi nədir? Şirk kəlməsini, küfür və s. tövhid olmayan kəlmələri, yəni tövhidə zidd olan kəlmələri sevməmək, buğz etmək. Onun dəlalət etdiklərini, yəni dəlalət etdiyi mənaları sevməlisənsə, deməli onun dəlalət etdiyin mənalarına zidd olan bütün mənalarına buğz etməlisən, nifrət etməlisən. Onun əhlini sevirsənsə, tövhid əhlini, deməli tövhidin əhlinə zidd olan şirk əhlini, küfür əhlini sevməməlisən, əksinə buğz etməlisən. Burada nədir? Həmən bu şərtdədir, həmən o əl-vələ vəl-bara, Allah üçün dostluq və düşmənlik burada alimlər izah edir, buna dairdir, ona görə tövhiddəndir. Uca Allah buyurub, İnsanlardan elələri də vardır ki, Allah'tan qeyrilərini ona, yəni Allah'a tay tutur, onları da həmən Allah'a tay tutduqlarını da, Allah'tan qeyrilərini Allah'a tay tutduqlarını da neynirlər? Allah'ın sevdikləri kimi sevirlər. Eləsi var. Allah'ın sevdikləri kimi şirk nədir burada sevgidə? Allah'ın sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allah'a olan sevgisi daha güclüdür. Bəqərə surəsi 165'dir. Bu ayələr keçmişdir. Bunlar haqqında bəzi açıqlamalar da bir qədər də olsa keçmişdir. Ona görə çox durmayaq böyle. Deməli, 8-ci şərt nədir? Bəzi alimlərə görə. Bəziləri deyirlər ki, məsələn, bu kəlmə-i tövhidin üzərində də səbat göstərmək. Yəni, bu şərtlərlə hamısını dedin, Allah korusun. Yəni, mürtəd olmamaq, belə deyil. Ölən ayaqda da nədir? Sabit qalmaq bu şeydə. Ki, bu
Yani ayrıca bir şart olarak aslında ona göre alimler çoxu bunu salmırlar. Niye göre? Çünkü bu bütün bu şart olarak salsan bütün emellere salmalı olacak. Yani bütün emellere şart nedir? İman. Yani insan Allah korusun ölenden önce dinden çıkarsa, şirk küfür ederse bütün emelleri puç olar ki bunların en üstün emeli tövbeydi, o da puç olar. Ona göre ayrıca bir şart olarak görsen koşmuyorlar ama bazı alimler fayda olsun diye değil. Bazı alimler bunu şart koşarlar. Bu deməli başka şərtlərdən biri ki, hədisdə keçir məsələn, kim nədir? Allah'tan başka ibadet olunanları inkar ederek La ilahe illallah deyərsən. Ona göre ne diyorlar? Allah'tan başka ibadet olunanların hamısını inkar etmeyi. Bu cür onları küfür etmeyi, onları yani inkar etmeyi şərtdə qoşurlar. Halbuki əslində məsələn bu ihlas şərtinə də daxildir. Yəni ihlasın şərti, ihlasın əksi ki bunu deyəcəyi şirktir. Yəni şirk etməmək həmin o dediyimiz şərtə uyğundur ki ihlasın içində. Ondan sonra onu demək, nutq və yaxud deyirlər ərəbcə şərti, yəni bunu dilə gətirmək. Bacaran, şüphesiz lal olmayan vesaire bacaran alimlerin icmasıyla bunu dile getirmeye yani korku yok. Mesela Allah korusun bazı belki ele yerde yaşayır ki orada diline getirerse onu öldürerler mesela. Ha, ki evveller böyle şeyler olup indi bazı ülkelerde mesela olabilir var ne bileyim Çin'de mi harda bilmiyorum müeyyen yerlerde. Ahir yani ferz edək ki böyle bir yer varsa yani diyebilir lal değil dilsiz değil ama korku var o başka. Yani hiçbir sebep olmadan üzüllü bir sebep olmadan bu cür bir ikrah vesaire olmadan insan dilsiz lal olmadan bunu bacara bacara demeyen insandan hatta bütün şartlar varsa ihlas da var onu bilir de yəqin de qəbul da edir vesaire vesaire sadece demir. Bunu diline demirsen alimler icmasıyla Müslüman değil tövbe girmemiştir o yani Müslüman değil. Çünkü biz zahiren biz ne biliyorum kalbinde ne zahiren bunu demirse kendi şehadet açık aşkar değilmelidir. Bu din açık aşkar yaşanılan bir dindir. Yani açık aşkar yaşanmalıdır. Açık aşkar yaşayabilmeyenlere onu açık aşkar yaşayabileceği bir yere hicret etmeleri nedir? Ferzdir, vacibdir. Ve evvel de dediğimiz gibi sadece dedim diye hatırladım. Sadece onu da vurgulayayım. Yani bazıları hani bilir ki açık aşkar sakkal saklayır, evinde namaz kılır, ne bileyim kadınsa örtünür. E, halbuki dediğimiz gibi bu bugünkü örtülerin birçok hiç şeriata uygundur. Yani örtünür, yani her şey yerinde o açık aşkar din yaşamak değil. Yani kafirler özleri bu şəraiti yaradırlar bazı bir çox ölkələrdə ki, səsinizi çıxarmayasınız deyə, şəriət istəməyəsiniz deyə. Yəni baxırsan bizim Azərbaycana aid desək, nə bir müsəlman məscidi var, nə azan oxunmur, nə açıq aşkar bir o tövhidə zid, tövhidə müxalif olan bir şeylərə açıq aşkar onların eyiblərini, nöqsanlarını bildirən, onlara müxalifət bildirən bir dəvət var. Ki bu alimlere göre dini izhar etmeyi budur. Ve dini izhar edebilmeyenler, ki izhar edebilmeler, onların hicret etmeleri ferzdir aslında. Deməli, neyi oxuduq biz? Hə, yani 8. şərt olarak bunları oxuduq. Bəzi alimlərin bəzi görüşlərinə görə. Deməli, Həsənə belə deyildi. Həsən burada deyiləndə Əl-Həsən Əl-Bəsri nəzərə tutulur. Əl-Həsən Əl-Bəsri təbiinlərdən. Ona belə deyildi. Deyirlər ki, insanlar deyir ki, La ilahe illallah deyən cənnətə girər. Bu cür deyirlər. La ilahe illallah bir dənə dedin, cənnətə girir. Dedi ki, cavabında Həsən Əl-Basri rəhməhullah, La yəni çox məşhur böyük təbiinlərdən, hətta bəzi rivayət deyilənə görə Əli ibn Əbu Talibin radiyallahu anh orada tələbələrindən, yəni bir çox sahabələri görmüşdür. Deməli, cavabında nə deyir? Həsən Əl-Basri həm zahid bir alim və s. Yəni, məşhur dediğimiz hatta biz fikre girişte geçmişik ki El-Hasan el-Basri'nin mezhebi olup sadece nedir biz dedik ki o silinip giden yok olan vaktiyle sonra yavaş yavaş yani ortadan kalkan bir mezheptir ama görüşleri fikre vesaire mevcuttur ciltlerle. Deməli dedi ki rahimullah la ilahe illallah deyip sadece deyip yok. Onun hakkını ve ferzini yerine yetirerse cennete girer. Sadece demekle yok. Onun hakkını, La ilahe illallah'ın hakkını ve ferzini, bütün ne hakkı varsa, hakkını, ferz varsa ferzlerini yerine getirirse cennete girer. Biz burada tekte tercüme elədik hakkını ve ferzini. Aslında Ərəb dilində mufrad, yani tek bir söz müəyyənliyə orada indi damir var.
onun hakkını izafe olunursa o ümumiliği ifade eder. Yani biz aslında haklarını ve ferzlerini tercüme etseydi mənaca doğrudur. Sonra kim istenilen de budur. Çünkü tekçe bir hakkı yoktur ki. Tekçe bir ferzi yoktur ki. Ferzleri, hakları çoktur. Sonra demek ki hulasi olarak La ilahe illallah onu diyen, hemen o kelime-i tevhidi diyen, yalnız ona emel ederse ve şartlarını yerine getirirse fayda verir. Yani La ilahe illallah kelimesi onu diyene, daha doğrusu yani bıraktık. Onu diyene ne zaman fayda verir? Yalnız, yalnız. Başka hal yok. Yalnız ona o insan, onu diyen insan o la ilahe illallah'a emel ederse ve şartlarını yerine getirirse, onun delalet ettiklerine, tövhidin, kelime-i tövhidin delalet ettiklerine emel etmeyi terk etmekle onu telaffuz edene gelince, yani emel etmeyi terk edir, emel etmir. Delalet ettiği manalar ki var kelime-i tövhidin ki birçok bu şartları vesaire bu dedik. Bunu emel etmeyi terk ederse yani emel etmezse sadece telaffuz eder. Sadece diyer ki la ilahe illallah ve selam ama emel etmez. Hele əksini eder demir ya. Sadece emel etmez deyir yani. Söz əksini ederse, küfür şirk ederse o yani tam açıq-aşkar bir mövzu. Deməli, sadece tələffüz edərsə əməl etmədən, sözlə yanaşı əməl gətirməyincə, yəni həmin onun tələffüz etdiyi sözlə yanaşı yanında bir əməl də gətirməyincə, onun həmin o kəlmə-i tövhidin ona heç bir faydası yoxdur. Deməli, xülasə, yəni burada bəzi çox qeydlər var, biz bunu artıq vaxtımızı doldurduq. Sadece burada deyilən həmin şey xülasə deyir ki, tövhid kəlməsi, yəni la ilahe illallahın şərtləri nə oldu? 7 dənə. İxlas, elm, yəqinlik, qəbul, inqiyat, sidq və məhəbbət. İxlas neyin ziddidir? İxlasa zidd. Bəzi şeylər nədir? Ağ, qara, zülmətlə işıq, işıqla zülmət bilinir, düzdür? Belə bir alimlərin sözü var ki, əşyalar onların ziddi ilə bilinir. Zülm ədalətlə, məsələn, yaxud ədalət zülmlə, məsələn, bilinir. Burada da onların ziddi zikr olunacaq. İxlas birinci şərtdir. Onun ziddi nədir? Şirk. Elm birinci şərtdir. Onun ziddi nədir? Cəhalət. Yəni insan kəlmə-i tövhid haqqında cahildirsə, deməli elm şərti yoxdur, tövhid də yoxdur. Yəni, ixlas nədir? Ziddi şirkdir. Şirk edirsə, ixlas deməli yoxdur. Bunlardan hər hansı biri yoxdursa, deməli kəlmə-i tövhidi yoxdur. Sonra yəqinlik, onun ziddi nə idi? Şək şübhə. Qəbul, onun ziddi nədir? İnkar. Yaxud da ki, rədd və təkəbbürlük. Rədd və təkəbbür. Rədd edirsən. Allah qorusun mənanı rədd, qəbul etmirsən. İnqiyad isə biz dedik ki, inqiyad bədən olur. İnqiyad təslimiyyət. Onun da ziddi nə olur? İmtina, irad, üz döndərmək. Yəni imtina edirsən əməl etməkdən, təslimiyyət göstərməkdən, boyun əyməkdən, irad, üz döndərirsən. Öyrənmirsən, əməl etmirsən. Altıncı sidq, onun ziddi nədir? Yalan. Yalandan demək. İnanmadığın bir şeyi gətirmək dilə. Məhəbbətin də ziddi nədir? Boğuz. E, bununla da dərsimiz sona yetdi. Başa çatdı. Elə bir 10 dəqiqə artıq danışdıq. Neyse, axır mövzunu məcbur bitirməliydik. Və aqulu qawli həzə və estağfurullah li və ləkum və lisa'il muslimin. Allahümme salli və sallim alə nəbiyyina Muhammed və alə əli və sahbə ecmain. Allahümme. Subhanakallahumma ve bihamdika eşhedü en la ilahe illa ente estağfiruke ve etûbü ileyk. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu.